Bizimki ancaq altdan kimsə səhv pis söz yazar ki, başlayaq ondan verə ağzaqsa, ağzımızdan söyüş çıxartaq, sırazu ekran qaydına düşək, bizimki budur. O heç nəyə fikir vermir. Mən nə qədər hissiyatdım axşam bu profillə, görən bəlkə də yaduza düşür. Girib orada da deyəcəkdim ki, yığışdır bu komediyanı. Zəng elədim, deydim. Məcbur, qoşmadı. Nə qədər istək tap qoşmadı ki, mən orada deyəm, məcbur zənglə dedim. Yenə deyirəm, nə qədər biz tərəfdən ora pis yazıb, nə qədər biz yığışıb ora hamımız gedib etiraz eləsək, yenə pul atılır, yenə atılır. Mən orada yazanları görürdüm, hamısını dənə-dənə oxuyurdum. Mənim canlımda olan adamları da gördüm orada. Bəziləri mənim canlımda olanlar kömək eləyirdilər. Adlar gəldikcən deyəcəm, tanıyıram kimləri. Bəziləri ancaq ki, mənim ürəyimdən keçənləri yazırdılar. Yazırdılar. Başa düşmədim. ATV-yə hamımız çıxmışıq. Salam. ATV-yə hamımız çıxmışıq. Siz basıb yiyəcəksiniz TikTok-u. Biri hədiyə ilə durursunuz yolu qoyur Azər. Ay uşaqlar, ayaq üstə qalmışam. Tak, 3 dənə tac gəldi. Səhərdən axşamacan 50-60 manat rahat Azərin cibində pulu var. Cəmaat 30 manat qazanamıyor günə. O birilər də kartla. Bizdə heç quru söhbət. Bacarırlar. Azərlə Aslanın bu günə qədər TikTok'dan yediyi pulu hesablasın, strelkanı qırıb. Strelkanı qırıb qaqa. Bilirəm, hər şeyi gözəl bilirəm. Hər şeyi gözəl görürəm. Sizin kimi, siz nətər görürsünüz, mən hamısını görürüm. 2 manat pul gəlmişdi birinci başlayanda. Salam axşamınızı. 2 manat oldu 200 neçə manat. Mən inanmıram hamilə olmaq söhbəti, qətim mən inanmıram o söhbətə. Ancaq ki, bir dənə şey deyə bilərəm ki, dəhşətli dərəcədə loxlar çoxdur. Bir dənə gəlsinlər, kim ki mənə etiraz eləyir sözümə, gəlsinlər bir dənə bura desin ki, mənlə sən lox. Dəhşətli dərəcədə lox çoxdur. Lox çoxdur. Mən bir dənə bunu deyəcəm, pis o. Qardaş, budur. Nabat yaxşıdır. Əlbəttə yalan söhbətdir. O pul atanlar var ha. O pul atanlar. O pul atanlar. Mən araşdıraram. Onlar hamısı acından ölənlər. İmkansızlar. Günü 20 manata qab yuanlar. Hesablasın onun içində 1-2 dənə güclü imkanlı adam taparsan, o da elə özünə görə güclü imkanlı deyil. Elə biraz güngül imkanı olan. Qalan hamısı zülmə işləyənlər idi, axşam atanlar. Çünki onların başları çatmır. Elə onlar kasıbçılığa nətərsə layiq deməyim, məhkumdular. Sən nə yanırsın, niyə yanırsan və bas keçsin canlıdan, at onun səssisə. Sənin qısa cavabım budur, başa düşdün. Bircə dənə, məsəl üçün, mənə protif olan adam var. Bircə dənə mənə protif olan adam var. O da atvetini alır, çıxır çölə. Salam, axşamın xeyir qaqa. Sağ ol, sağ ol, sağ ol. Axşamın xeyir olsun. Dədə, mən də oradaydım. Mən qalxdım özüm o profildə, canlıya.
Dedim pulu nəyə yığırsan? Dedi ki uşağa. Dedim uşağın neçə aylıqdır? Dedi 1 aylıq. Dedim 1 aylıq uşaq üzr istəyirəm səndən Yadıma də düşür. Bu xanıma halal olsun. Qeyrətli Bəli, qadındır. bir aylık- Səsindən tanıdım. Düz deyir. Ay, dedim, Düz bir deyir. aylıq Bu uşaq qoşulmuşdu. nə deməkdir? Doktor hansı doktor Aha. sənə demişdi? Dedi ki uşağın üzr istəyirəm açılmaq. 1 aylıq uşağa dedim ki qoyunlara üzr istəyirəm. Pul atanlara deyirəm ha, estağfurullah. Əcəb eləyirsən. Üzr zat istəmə. Düz danışırsan. De. Pul atan qoyunlar, pulunuzu atmayın. Günü Ha. 15 gün var da işləyirsən. O yanında oturur, oradan qız belləyir. Başım ağrıyır. Ay, yalan danışır, onun başım ağrıyır. Qurulmuş planın qurbanlarısınız. Burada əgər o tərəfdən gedib atıb gəlib burada oturub sakitcə mış kimi baxanlar var ha. Siz qurulmuş planın ömür tək ona aid eləmirəm. Onun timsalında çox adamlar var. Şaka bir söz deyil. Siz Nə bu? qurulmuş planın ay bədbəxtlər, qurbanısınız. Ki puluma at. Nə mən demirəm at. Biz deyirik ki pulu zulmla qazanırsınız. Atmayın. İndi də ölənə kimi uşaq deyəcək, üzr istəyirəm açıldı da bağışlayıb deyəcək qadınla. Hamı da atalar da bilir. 1 aylıq uşağa Xanım, bilmirəm neçə yaşın var. Bundan sonra mikrofonu qoşaq, bax bundan sonra mikrofonu qoşaq. Sən oradan, mən buradan. Bərkdən uslit ellə bərkdən deyək ki, pul, bizə bir köpük də heç kim atmayacaq. Bax buna əmin ol. Amma ora atacaqlar. Azər qoş, bizim Azər gəlir. Bizim Azər Başa gəlir. düşdün? Bildim atam. 1 aylıq güya uşaq. Sevda səsim bağlandı qızım. Güya 1 aylıq uşaq. Ben açıklayabilir bilmedim ya Azer bunu. Bir daha bunu düzelt. Bir daha gel bunu düzelt. O da təşəkkür. Ay gəl keç bu üzə də. Ta gecə yatanda da təşəkkür deyirsən Azər. Sevda xanım. Salam ağalı. Ver bana. Salam. Salam. Akşamınız xeyir olsun. Mazen gelirsen. Azer deyir ki mənə zəng edərsən. Axşamınız Necəsiz Nara xanım, necəsiz? Siz necəsiz? Çox necəsiz? Yaxşıyam, çox sağ ol. Birincisi üzr istəyirəm, Nara xanımın sözündə həqiqət var. Çünki o, yəni ki, 1 aylıq uşaq heç vaxtı yəni şey olmaz da. Yəni mən üstü örtülü deyirəm, yəni başa düşürsüz də nə demək istəyirəm. Demirəm, heç 1 aylıq uşaq üşmüyübdür. Ha, yox, elə bir şey yoxdur. Sadəcə bizdə ona görə bax bu günləri sadəcə gördük, zaurda geri gedir də, yerimə geri gedir deyənə 1 yaş 6 aylıqdır. Yerimi. Biz də ona görə oturduq dedik ki, karta görə də yəni uşağa dəstəyə görə Azər də dedi ki, mənə kartla lazım deyil sadəcə. Mənə oyunlarla nə atırsınızsa atın uşağın masajına görə. Masaja görə istəyirik biz. Yəni uşaq masaj olunmalıdır ki, uşaq geri gedir günü-gündən. Yerimir deyənə geri gedir. Biz ona görə çıxdıq ora heç kəs bizə heç nə atmadı. And olsun Allaha. Siz bacarmırsınız onu. Siz deyil. Çünki belə iştirak eləmək lazımdır. Qulaq as bir dənə. Dostlar, xahiş edirəm. Sən bunu eləyə bilirsən, Sevda? Bacarırsan onu? Mən bacarıram. Yox. Ona görə də ağlamayanın məmə yoxdur. Budur. Onu bacarmaq lazımdır. Yazmada fikir vermək lazımdır. Gözün ancaq düz. Bura baxmalısan. Yuxarıda 23 dənə kalbi məllərdə gələnə baxa-baxa danışmalısan ki, qoy aşağıda ona yazılanları görməyəsin. Deməli, mən orada olanda 170 manat yığıldı. Sonrasını 200 neçə manatdır? 60 bilmirəm, 70 manat pul qalmışdı. Onda mən zəng elədim, çıxdı. Mən zəng elədim, çıxdı. Ha, zəng elədim elə söz. Mən nə qədər dedim, mən qoşmadılar. Mən zəng elədim elə sözlər dedim ki, o canlını şey bağladı. Bu mənim. Bir dəqiqə Nara. Harbiz. Sən bilsən, mən İştirəm Azər, iştirəm. Sən mənim xatirimi çox istəyən, mən də sənin xatirini. Düzdürmü? Hə, sağ ol. Hər kimi bu neçə ildə sən saqqalını daramayım. Eşitməni, qoy sözümü deyim sənə. Mən sənin heç sabah haqqında nə canımda qoymaram, nə də ki danışmamışam. Bir dənə mənə zəng eləyərsən, işim var səndən, yaxşı? Problem yox, sən mənim nömrəyi direktə yaz, sənin nömrün məndə silinib. Yaxşı, yazarsan şey eləyərik, danışarıq. Uşaqlar atırsın. Hə, yəni ki, onlar çox çıxdılar. Bir gün çıxdılar, maşın üçün yoxdular. Bir gün çıxdılar, ev üçün yoxdular. Bir gün çıxdılar, nə bilim nə üçün yoxdular. Nə qəşəngdə hər şeydə eləyirlər onlara.
Yine orada biraz şey Yaşarı sağ olsun. Yaşarın mən nəsə xətrin dünən axşam çox istədim. Yaşar qoşuldu, heç olmasa biraz danışdı. Biraz danışdı. Yo, Yaşarı mən dünənləri nəsə çox istədim. Niyə görə? Ya mən bilsən ki, küs adam deyirəm də, pisə pis deyirəm yaxşı. Yaşar heç olmasa biraz təpki verir. Bir də bu xanım, bu Meri xanım. Qalanları heç nə. Sakitcə durdu, baxdı dünən. Yo, mən dedim uşaq neçədir? Yine bu Bax, Meri xanım. bir dənə söz deyim burada. Qalanları heç nə. Bir dənə Diyanım. Bax, burada görürsüz Elçin. Bax, özünə yığışkilə. Orada yazırsan ki, Sevda Azər, görüm sizin evdə meydiniz çıxsın. Salam. Özünə yığış Elçin. Uşaqlar o səssiz atın. Qoy nervlənməsin xanım. Mən dedim bir aylıq uşaq. Güldüm özümdə. Nə? Bir aylıq uşaq. Dedim hansı doktora sən? Getdik deyil. Üzr istəyirəm. Bir aylıq uşaq. Ha. Gürkan da əla danışdı. Gürkan da əla danışdı. Mən alqışlayıram şəxsən Gürkanı. Mən gördüm. Mən Gürkanın danışığını eşitdim. Əla söhbətlər elədi. Dedim bilirsən də bir aylıq uşaq yoxdur. Yaman da gördüm biri 5 atır, biri 7 atır, biri 3 atır. 20 atan oldu. 20 atan oldu səhv eləmirəmsə. Çox. 20 bilmirəm 15 beləncə promot. Mənim bir dənə moderatorum var. Mənim moderatorum mən özümün də ehtiyacım olur da. Məsələn bu dəqiqə 4000 verəcəyim var banklara. Mənim moderatorum gəlib burada bir ekranı tıklamır, belləri getdim 15 manat atdım ora gəldim. Dedim küllü sənin başımın ortasına. Hələ mən bilən ona batın da adına pul götürübdü. Ha, 1000 manat. O da ödənilmir. O da ödənilmir, qalıb elə. Dünən də Esmira xanım danışırdı. Dedi Ceyranın gözü bir-birinə yapışır. Vəziyyətdədir. Nabat nə yaxşılıq görübsə, nə görübsə Ceyrandan görüb uşaqlar. Yəni Nabatın bu günə qədər yeganə gördüyünsə Ceyranın bir dənə mən haqqında pis danışmaram. Düzü mən o çox səhvlərim keçib. O da özü bilir nəyə görə. Hər şeyə qarşıdı ona görə. Başqa Nabatın yaxşılıq gördüyü adam yoxdur. Yox. Tabi getdi. Yanına yazıqdır, qurban olalım. Yox, mən çəkimi Ceyranın Allaha şükür evi, eşiki, qonşu. Allah haqqı elə qonşular var ki, bir evində yatmırlar. Hər şey oluyor. Mən hara gətirim burada ev içinə ev girmir, ay gözəl insan. Nətər çəkim mən o ya? Abi Zahir kimdə buna görə pis yazır sevdirir. Ha. At onu. Hə, atın da pis yazanlar atın. Çox xahiş edirəm. Dən moderatorlarına yazsın onu. Uşağı körpə ilə yazmır. O fakt o uşaq var. Gözümüzün qabağındadır bu uşaq. Qardaş, bura artıq bankomata çevrilib, heç kimin xətrinə dəyməsin. Bu günləri pula ehtiyacımız varsa, çətinə düşmüşüksə, sırazu açılır canlı, 1 saat yarım ərzində 300-500 manatı yığıb çıxır. Ay atam, hər adama yığılmır. Nə başa düşürsən? Başqalarına yığılmır ha, 5-3 nəfərin içindədir bu söhbət. Mən ömrümdə Allah haqqı bu TikTokdan 1 manat görməmişəm. O atılan hədiyyələri çıxmaq şərti ilə. Mən heç kim yəni deyə bilməz ki, gəlim 50 manat, 100 manat, 300 manat, 300 manat mən köməliyim olur. Hadisə demək ki, Azər elə hədiyyələr mən oynayıram. Demişəm valla. Dedim Allah haqqı. Biz buranın haqqı dedi uşağa köməyə cayım 2 manat pul atdılar bizə. Всё. Ondan başqa bir şey Yalandan yox. ağzınızı özünüzü pis eləməyin ha Sevda. Mümkün deyil o. Yalandan elə bax durarsan belə uşaqlar dəstək olun. Uşağı falan yerə aparacam. Pul atın elə özün deyib özün işləsin. Təmiz pekasını oynasın. Başqa variantı yox. Hüseyni dilənçi yazmayın. Özünüzə yığılanın. Hüseynin fakt uşağı var. Azər'in uşağı var. Hüseyin kirədəqalı. Yəsizdir. Hüseyinə dilənçi yazmayın. Atın onu. At onu Hüseyin'i yazanı. Ayıb olsun sizə. Onun atası yox. Vallahi filmlər bu ağızlardan gələn yazılar. Utanmırsınız vallahi siz. Allah'ın dostu da deyirlər ki, bizi niyə söyürlər? Baba, bir qulağa zor eləyirəm.